Ranki. Dostlar, hamıya salam. Çempion komandanın çempion azarkeşlərini öpürəm, bağrıma basıram. Hər birinizi təbrik edirəm. Dostlar, əhvalım əladır. Ümid edirəm sizə də belədir. Dünənki möhtəşəm oyundan sonra, çempionluq oyunundan sonra yenidən qarşınızdayam. Bir daha hər birinizi təbrik edirəm. Möhtəşəm qələbə, möhtəşəm mövsüm. Danışılacaq çoxlu mövzular var, çoxlu emosiyalar var. Hər birini bir-bir indi sizlər üçün izah edəcəm. Dostlar, bildiyiniz kimi sevimli komandamız dünən La Liqanın 36-cı turu çərçivəsində Espanyol səfərinə yollanmışdı və bu oyun çox önəmli bir oyun idi. Çünki bu oyunda biz qalib gələcəyimiz təqdirdə La Liqanın çempionu olacaqdıq. 2024-2025 mövsümünün qalibi olacaqdıq və belə də oldu. Amma oyundan əvvəl çoxlu provokasyon hərəkətlər olmuşdu. Espanyol azarkeşləri tərəfindən, rəhbərliyi tərəfindən. Bu haqda çox danışmaq istəmirəm. Özünüz də bilirsiniz ki, Espanyolla bizim aramız bir o qədər də yaxşı deyil. Hətta bərbaddır. Çox nə qədər də şəkillər çəkilsə də, Flicklə onların baş məşqçisi köynəkləri tutub şəkillər çəksə də, bu sadəcə olaraq bir prosedurdur, bir şablondur. Amma komandaların arasında aqressiya həmişə olub, var və olacaq da. Bilmirəm, bu aqressiya nəyə görə var Espanyol tərəfindən bizə qarşı. Biz tərəfdən də aqressiya var, normal bir halda, amma bu həddə deyil. Espanyol azarkeşləri bizi Kataloniya klubu kimi hesab etmirlər. Bunun da səbəbi çox dərindir. Nə vaxtsa inşallah bu haqda danışarıq. Belə, ümumən oyuna keçmək istəyirəm, oyun haqqında danışmaq istəyirəm. Bu oyun Barsa üçün çox önəmli bir oyun idi. Çünki bu oyunda Barcelona mütləq qələbə qazanmalı idi və bu qələbənin prinsipial yeri də o idi ki, komanda qələbəni qazanacağı təqdirdə Espanyolun meydanında çempionluğu qeyd edə bilərdi. Belə də oldu, amma oyundan əvvəl Flick bildirmişdi ki, mətbuat konfransında komanda meydanda çempionluğu qeyd etməyəcək. Necə ki, bunu etmişdilər 2 il öncə, 2022-2023 mövsümündə Xavinin rəhbərliyi altında komandamız La Liga çempionu olanda, o zamanda biz çempionluğu Espanyolun meydanında rəsmiləşdirmişdik və onda komanda çox böyük bir şənlik qurmuşdu. Meydanın mərkəzində oynayıb əylənirdilər. Espanyol azarkeşlərinə bu xoş getmədi. Əslində mən də belə bir şeylərə qarşıyam. Doğrudan da adama xoş olmaz ki, doğma azarkeşləri komandanın, rəqib komandanın doğma azarkeşləri önündə çempionluq qeyd edəsən. Özdə əgər bu rəqib prinsipial rəqibdirsə, məsələn, hansısa digər orta səviyyəli bir klub olsaydı, Rayo Vallecano və yaxud Leganés, Osasuna, onların meydanında belə bir şeyə məncə icazə verilərdi. Azarkeşləri bir o qədər də aqressiv şəkildə yanaşmazdılar. Amma Espanyola qarşı belə olmadı və burada oyunçuların sağlamlığını da, onların təhlükəsizliyini də düşünmək lazımdır. Çünki hansısa provokator hərəkətlər ola bilər azarkeşlər tərəfindən. Özünüz də bilirsiniz ki, son illərdə bu Fenerbahçe klubunun da başına gəlmişdi. Hər halda yadınızdadır, Trabzonsporla oyunda. İnanmıram ki, İspanya La Liqasında belə bir hadisələr baş versin, amma ona oxşar hadisələr baş verə bilərdi. Belə dostlar, gəlin oyun haqqında danışaq. Oyunun icmalını şərh edim sizə. Oyun necə başladı? Əslində komanda çox rahat çıxmışdı oyuna. Komanda çox rahat idi. Elə bir ki, artıq komanda çempion olacağını hiss edirdi. Amma bu olmaya da bilərdi. Çünki mövsümün sonuna hələ 3 tur qalmışdı. 3 oyun var idi və əgər Barcelona bu 3 oyunun ikisini məğlub olsaydı və birində heç etsəydi, Real Madrid isə hər 3 oyunun qalib gəlsəydi, çempion ola bilərdi. Bu cəhətdən biraz intriqa var idi, amma o qədər yüksək deyildi. Çünki Barcelona intriqanı ötən tur Real Madridlə oyunda məhv etdi. Amma Espanyol oyuna çox aqressiv şəkildə başladı. Gözlənilən olduğu kimi Espanyol hücumlara başladı və komanda elə bil biraz yuxulu idi, yorğun idi. Elə bil artıq karnaval nastroyeniyasında idi belə. Karnaval
abu-havasındaydı. Artıq çempionluğu hiss edirdi. Bilirdilər ki, bu oyun olmasa da növbəti oyunda Villarreal-la oyunda biz bu çempionluğu əldə edəcəyik. Elə bir arxayınçılıq vardı komandada və start heyətə baxanda da görünürdü ki, Flick bəzi rotasiyalar eləmişdi. Inigo Martinez oynamırdı. Baldeyə hələ tam olaraq güvənilmir. Zədədən təzə qayıdıb. Kubarsi yox idi və riskli mərkəz müdafiəçiləri ilə çıxmışdı oyuna. Araujo və Christensen. Araujo'nun hal-hazırki fiziki forması hamımıza bəllidir. Bilirik ki, hansı formadadır oyuncu. Christensen isə zədədən qayıdıb, uzun müddətli zədədən qayıdıb, amma bir o qədər də pis oynamır. Gözəl performansla çıxış etdi dünən. Mənim çox xoşuma gəldi açığı desəm, bəyəndim onun oyunun. Hücum xətti, yarım müdafiə xəttində böyük rotasiyalar yox idi. Stabil hücum xətti və yarım müdafiə xətti idi. Və komanda yenidən belə çalışırdı risk etməsin. Hiss olunurdu ki, risk etmək istəmirdi, amma Espanyolun birinci hissədə yetərincə epizodları oldu, yetərincə şansları oldu ki, hesab atsın. Bir-iki epizodda Şesni öz sözünü dedi, baxmayaraq ki, adam siqaretlə meydanda oturur. Tam siqaret olmasa elektron siqaretlərdən istifadə edir. Yəni alifad adam, sadəcə olaraq alifadır. Bu qədər yəni görməmişəm. Yəni bu səviyyə mən görməmişəm. Level tam başqadır. Yəni Flick belə artıq bu hadisəyə ironik yanaşır və gülünclə qarşılayır və icazə verir Şesniyə. Sadəcə olaraq Şesniyə əl çalmaq istəyirəm. Təşəkkür etmək istəyirəm bu mövsümə görə. Təsəvvür edin, adam yayda karyerasını bitirmişdi. Pensiyaya çıxmışdı. Film çəkirdi. Özü üçün sənədli film çəkirdi. Və Ter Stegenin zədəsindən sonra bir zəngə Barselonanın təklifini qəbul elədi və mövsümü 3 titulla başa vurdu. Bəzi oyuncuların illərlə gözlədiyi bu anı bu adam cəmi 9 aya reallaşdırdı. Təbrik edirəm, bir daha layiq idi. Səhvləri də oldu, bəzi epizodlarda istədiyimiz kimi oynamadı, amma bizi xilas elədiyi anlar daha çox oldu. Bizə öz peşəkarlığın göstərdiyi anlar daha çox oldu. Və yenidən Şesniyə dərin təşəkkürümü bildirirəm. Hər şeyə görə çox sağ ol. Belə dostlar, birinci hissə hər iki komandanın belə orta oyunu ilə keçdi. Çox da riskə getmirdilər, yenə təkrar edirəm. İkinci hissədə artıq gördük ki, Flick demək istəyir ki, mən çempion olmaq istəyirəm bu oyunda və bizim ən güclü silahlarımızdan biri olan Baldeni oyuna saldı. Balde bildiyiniz kimi zədədən təzə qayıdıb və ona çox şans vermək istəmirlər ki, zədəsini üstələməsin. Hal-hazır ki, zədəsini tam olaraq sağalsın, fiziki formasına qayıtsın və yeni mövsümdən 100%li fiziki göstəriciləri ilə komandaya kömək olsun. Onu da başa düşmək olar. Flick'in çox ağıllı qərarıdır bu. Amma Balde ikinci hissəyə daxil olan kimi hiss olundu ki, sol cinahımız daha aktiv olmağa başladı. Rafinha daha rahat oynamağa başladı və bizim vurduğumuz ilk gol, Barselonanın ilk golu Lamine Yamal. Mən həmişə Lamine Yamal haqqında danışanda rəyləri oxuyuram, şərhlərə baxıram. Bir mövsümlük oyuncudur. Fatih gələndə də belə deyirdiniz. Nə bilim, kimsə gələndə də belə deyirdiniz. Mən açıq danışacağam. İndi heç kim o vaxt bilmirdi mən Fatih haqqında nə düşünürəm. Bəlkə də inanmayacaqsınız. Fatih'in mən oyuna baxanda o yaşlarında, cavan yaşlarında, ya cavan da deməyim, yeniyetmə yaşlarında, 18-19 yaşında, bəli, mən bəyənirdim Fatih'i. Amma Fatih, bilmirəm, baxmışdınız onun oyuna yoxsa yox, belə hisslər bizə yaşatmırdı. Fatih'ə top gələndə biz bilirdik ki, bu uşaqda nəsə var. Bu uşaq nəsə perspektivli bir uşaqdır. Arda Güler indi necədir? Bax, Fatih'ə də mən o gözlə baxırdım. Yaxşı oyuncudur, La Masiyadan çıxan gözəl bir futbolçudur, gələcəyi var və gələcəyi də olacaqdı əgər zədələr imkan versəydi. Amma zədələr imkan vermədi, çox təəssüflər olsun ki, amma inanıram ki, Fatih comeback eləyəcək karyerasında, geri dönüş eləyəcək karyerasında. Amma potensial olaraq Lamine Yamal'ın oyununa baxırıq, Fatih'in oyununa baxırıq. Gəlin bir dənə müqayisə eləyək. Onların prime vaxtlarını gəlin müqayisə eləyək. Fatih'in prime vaxtı, Lamine Yamal'ın prime vaxtı. Lamine Yamal'ın 17 yaşı var və topu ayağına alanda, topla rəftar eləyəndə artıq biz bilirik ki, burada nəsə başqa bir şey var. Burada ilahi bir qüvvə var. Burada ilahi bir əl var. Burada bir möcüzə var. Doğrudan da burada o Messi'nin toxunuşu hiss olunur o adama. Onun çimizdirmə şəklini hər halda hamımız görmüsünüz. Elə bil ki, Allah ondan o gücü alıb Lamine Yamal'ı ötürüb.
Bəlkə də bu kimin üçünsə bir təsadüf ola bilər, amma mənim üçün təsadüf deyil. Bu təsadüf deyil. Bu Allahın qurduğu bir plan idi elə bil ki, futbol üçün qurduğu bir plan idi. Yəni indi bəziləri deyəcək ki, sən bilmirsən nə danışırsan, amma doğrudan da Messidən sonra futbolu, oyunu həzz verən mənə yeganə oyunçu Lamine Yamaldır. Doğrudan da oyununa baxıb həzz alıram. Belə deyim, yəni orqazm yaşayıram mən onun oyunundan. Biraz bəlkə sərt çıxır ifadəm, amma yəni belədir. Doğrudan da belədir. Baxırsan adama həzz alırsan, futboldan həzz alırsan. Və artıq digər oyunlara baxanda, digər oyunçulara baxanda, onun tipli, onun tipajlı olan oyunçulara baxanda deyirsən ki, yox, bu o deyil. Bu Lamine Yamalın verdiyi həzzi mənə verə bilmir. Yəni indi bəziləri deyəcək yenə də ki, Barsa azarkeşisən, sən Lamine Yamalı tərifləyirsən, əlbəttə onu tərifləyirsən. Vinicius keçən il bunu eləyəndə heç bunu demirdiniz. Nə bilim, Due var PSG-də, o bunu eləyəndə demirsiniz. Mən Viniciusun əməyini aşağılamaq istəmirəm. Vinicius da böyük oyunçudur. Vinicius da öz sözünü deyib son 2 ildə, 3 ildə, yəni ən güclü sol wingerlərdən biri idi. O başqa məsələ. Due var indi Paris Saint-Germain-də, çox bəyənirəm oyunun və hətta Barcelonada belə onu görmək istəyərəm. Amma Lamine Yamal başqa səviyyədir. 17 yaşlı uşağın 27 yaşlı bir gənc kimi, bir peşəkar futbolçu kimi oynaması qeyri-real bir şeydir. Mən bilmirəm, bəlkə nə vaxtsa onu araşdıracaqlar, DNK-sını zaten araşdıracaqlar ki, qardaş, bəlkə sənin doğrudan 17 yaşın yoxdur, bizə burada külək eləyirsən də, belə pis çıxmasın. Amma belə bir şey yoxdur, əlbəttə hamımız bilirik ki, 17 yaşı var adamın. Yəni, doğrudan da araşdırılası bir adamdır. Elədikləri şeylər qeyri-real bir şeylərdir, möcüzəvi bir şeylərdir. 17 yaşlı oğlan bu qədər soyuqqanlı, bu qədər özgüvənli ola bilməz. Heç bir oyuncuda mən belə şey görməmişəm. Hətta ondan qat-qat böyük oyuncular belə komandaya yeni qoşulanda, belə məsuliyyət daşıyanda, komandanın məsuliyyətini daşıyanda hardasa büdürüyürlər, biraz tempdə aşağı düşürlər, psixoloji olaraq çatdırmırlar. Bu adamın vecinə deyil. Bu adam El Clasico'ya 5 dəqiqə qalmış, oturur pləkanın üstündə, putulkanı fırladır, putulka ilə oynayır. Yəni bu adamdır. Bu o qədər rahatdır. Və ümid edirəm ki, Lamine Yamal Fatin aqibəti kimi zədələrlə mübarizə aparmaz. Mübarizə aparacağı tək bir şey rəqiblər olacaq. Futbolla mübarizə aparacaq. Zədələrlə yox. Bir tək istəyim budur. Çünki Lamine Yamal ağır bir zədə alsa və bu performansını itirsə çox pis olaram. Çünki bu futbolun bizə bəxş etdiyi bir hədiyyədir. Bu futbolun bizə verdiyi bir brilyantdır ki, bunun qədrini bilməliyik. Və mənə elə gəlir ki, Lamine Yamal bu mövsüm tam olaraq Ballon d'Or'a layiqdir. Və nəinki Lamine Yamal, burada Rafinha da var idi, Pedri də vardı, amma heyf olsun ki, Çempionlar Liqasında biz finala çıxa bilmədik və bu artıq Ballon d'Or qazanılmasında şansların biraz azaltdı. Heyf. Amma Lamine Yamal məncə bu mübarizədən geri qalmır. Dembeleni favorit görürlər. Mən üzr istəyirəm, amma Dembelenin qızıl top alması mənə çox pis təsir eləyər. Çox hörmət qoyuram bir oyunçu kimi. Mən kimisə təhqir etmək istəmirəm və yaxud aşağılamaq istəmirəm əməyini. Amma Ballon d'Or elə bir tituldur ki, qızıl top elə bir nailiyyətdir ki, bu futbolun bir üzüdür. Sən futbolun bir üz qabığı olursan, futbolun bir səfiri olursan. Və Dembele kimi oyuncuya futbolun bir səfiri etmək məncə gülməli olar. Yəni indi o Barsada oynayıb, Barsaya qarşı negativ halları olub, çox yaxşı halda ayrılmayıb komandadan, ona görə demirəm bunu. Dembele və qızıl top. Artıq burada assosiasiya belə olunmur, belə hiss olunur ki, o deyil də nəsə. Yəni bu gün yəni Mbappe qızıl top alsa mən əl çalaram. Deyərəm layiqdir. Çünki Mbappe neçə illər futbolda öz sözünü deyib, futbola öz töhfəsini verib. Adam dünya çempionudur. Adam 2 dəfə dünya çempionatının finalına çıxıb. Adam qazanmadığı titul yoxdur Çempionlar Liqasından başqa. Yəni böyük oyuncudur Mbappe və Mbappe neçə illərdir ki, bu stabilliyini qoruyur. Dembele də var. Dembele bu mövsüm parıldadı. Rafinha kimi. Mən Rafinha'nı da bəli qızıl topa namizəd görürəm, amma Rafinha necə başa salım sizə? O da bir mövsümlük oyuncu olub olmamağı hələ sual altındadır. Yeni mövsümə baxmalıyıq. Və ən ideal namizəd bu dəqiqə qızıl topa Lamine Yamaldır. Və yaxud Pedrini də görmək istəyərdim o yerdə. Doğrudan Pedri də bu il möhtəşəm oynadı. Ən pis oyununda belə yaxşı oynayır adam. Ən pis oyununda belə yaxşı oynayır.
Və burada ən böyük iş, burada ən böyük təşəkkür, ən böyük alqışlar məncə Hans-Dieter Flickə düşür. Çünki adam Barselonaya qatarla bir çantada gəldi və bu heç kimə lazım olmayan komandadan, heç kimin ümidi olmayan komandadan qızıl topa 3 namizəd oyunçu çıxartdı. Təsəvvür edirsiniz bu nə deməkdir? Və bu komanda ilə, heç kimin inanmadığı bu komanda ilə 3 titul qazandı. Çempionlar Liqasının bir addımlığından uzaqlaşdırıldı. Bir addım qalmışdı, sadəcə bir addım, hətta yarım belə addım deyə bilərik buna. Az qalmışdı, çox az qalmışdı. Doğrudan Flick heykəl qoyulası adamdır. Təşəkkür edirəm Flickə. Bu komandada hamı Yamal deyir, Pedri deyirik, Rafinha deyir, nə bilim oyunçular Inigo, Kubarsi, hamısını təşəkkür edirəm, hamısını öpürəm. Var olsunlar, amma onlar Flicksiz bunu eləyə bilməyəcəkdilər. Flickin komandaya gəlməmişdən öncə komandada heç bir dəyişiklik olmamışdı. Cəmi bir oyunçu gəldi. Olmo gəldi. Olmo. Və Olmo bu sadaladığım oyunçulardan qat-qat zəif çıxış etdi bu mövsüm. Demək olar ki, heç bir dəyişiklik olmadı bu komandada. Əsas yarım müdafiəçilərimizdən olan Gündoğanı itirdik bu mövsümün əvvəlində. Amma yenə də gücümüzü itirmədik. Və bu zəif komanda ilə, heyəti balaca olan komanda ilə belə uğurlar qazandı və belə dominant futbol oynadı bu adam. Bu möhtəşəmdir, sadəcə olaraq möhtəşəmdir. Və bəziləri deyirlər ki, Barsa heyət cəhətdən bəzi top klublardan üstündür. Siz futbola haravızla baxırsınız dostlar. Harası ilə üstündür Barsa heyəti cəhətdən? Harası ilə üstündür? Mövsümün əvvəlində amma belə demirdiniz. Mövsümün əvvəlində hamı əl barmaq uzadırdı, lağ eləyirdi. Hə. Nə var? Sastavınızda gör kim var, oyunçu yoxdur oynatmağa. Kasado ilə oynayırsınız yarım müdafiədə. 18 yaşlı uşaqla oynayırsınız müdafiədə. Gerard Martinlə oynayırsınız müdafiədə. Amma indi hamı deyir heyətimiz güclüdür. Çünki nailiyyətlər gəldi axı ona görə. Nailiyyətlər olmasaydı indi hamı lağ eləyəcəkdi. Deyir niyə sevinirsiniz siz bir mövsümlük komandası? Nəyə ağlayaq biz? Çempion olmuşuq, sevinməliyik. Biz özə necə çempion olmuşuq? Milyonlar xərcləyib çempion olmamışıq. Öz yatırımımızla çempion olmuşuq. Bu formanı sevən uşaqlarla çempion olmuşuq. O formaya görə canın verən uşaqların sayəsində çempion olmuşuq. O formaya görə hər şeyin verən Gavi, Pedri, Lamine Yamal, Rafinha. Rafinha'nı bu dəqiqə deyirlər 500 milyonu versələr də satmaq olar Ərəbistana, nə bilim başqa yerə, nə bilim 200 milyon, 100 milyon, nə bilim fərqli məbləğlər deyirlər. Mən də deyirdim ki, satmaq olar, amma istəmirəm Rafinha getsin. Rafinha bu komandada pula görə oynayan oyunçulardan deyil və əsl kapitandır. Rafinha bu mövsüm əsl kişiliyini göstərdi. Rafinha sən oyunçu deyilsən, sən kişisən. Səndə kişi xarakteri var Rafinha. Ayda. Yox, tam ciddi deyirəm. Bu komandada çoxlu oyunçular var ki, pulu fikirləşmirlər. Çoxlu oyunçular var. Yəni demək olar əksəriyyəti belədir. Belə dostlar. Düzün desəm indi tam fokusum başqa yerə getdi. Oyun haqqında danışmaq istəmirəm belə çox. Yəni oyunda artıq ikinci hissənin sonlarında mən də uşaqlarla oturmuşduq. Bizim kollektivimiz var. Ailəmiz, Ülvi, mən, bir də Novruz, Familiya, Barsa Azərbaycan fan qrupunun təsisçiləri, adminləri. Biz bu ailəni yaratdıq. Dünənki gün həm də ona görə önəmli idi ki, biz həm çempion olduq, həm də bizim bu ailəmizin təməli quruldu. Biz artıq bir ailəyik və Azərbaycanda olan Barselona azarkeşlərini bir yerə yığacağıq və möhtəşəm işlər görəcəyik. Və bu möhtəşəm işlərdə sizin bizə dəstəyiniz çox önəmlidir. Və biz dünən möhtəşəm bir konkurs keçirdik. Qaliblərimiz oldu, şərf udan oldu, aksesuar udan oldu və ən əsas bizim sponsorumuz olan, forma təşkilatçımız olan Fanshopdan forma qazanan iştirakçımız oldu. Və dostlar, əgər siz də sevimli komandamız olan Barselonanın formalarını, orijinal A-klass formalarını əldə etmək istəyirsinizsə, Fanshop mağazasından əldə edə bilərsiniz. Əlaqə vasitələrini videoya yerləşdirirəm. Əlaqə saxlayaraq istədiyiniz komandanın, Barselona, digər klubların, ölkələrin formalarını əldə edə bilərsiniz. Sizə məsləhət görürəm. Hamınıza bir-bir. Belə, oyundan sonra biz çox böyük bayram etdik, sevindik, qışqırdıq. Doğrudan da önəmli bir gün idi bizim üçün. Yenə də deyirəm, bu oyun bizə həm çempionluq gətirdi, həm də ki,
bizim bir ailəmizin təməli quruldu. Barselona ailəsinin təməli quruldu Azərbaycanda və böyük işlər görmək istəyirik. Və bu böyük işlərdə sadəcə olaraq oyunlara baxmaqla kifayətlənməyəcək bu. O qədər planlarımız var ki, hamısını burada açıb danışsam, onda marağı qalmayacaq. Sadəcə olaraq zamana ehtiyacımız var. Gözləmədə qalmağınızı istəyirəm. Diqqətlə bizi izləmənizi istəyirəm. Bizim səhifələri tağ eləyəcəm bura. Instagram, Telegram, WhatsApp qrupumuz var. Onlara qoşularaq hər bir yeni xəbərdən məlumat ala bilərsiniz. Bizimlə yeni bir layihələrdə iştirak edə bilərsiniz və bizimlə bir yerdə böyüyə bilərsiniz. Doğrudan da sevincliyəm, çox sevincliyəm, çox şadam. Çünki bu komanda ilə fəxr hissi keçirdirəm. Bu komanda ilə fəxr edirəm. Bu komanda balaca uşaqlarla, yeniyetmə uşaqlarla böyüdü və biz Messinin gedişindən sonra çox böyük sıxıntılar çəkdik. Və dünən də Messi çempionluq haqqında post paylaşmışdı. Doğrudan da o posta baxıb adam kövrəlməyə bilmir. Adam doğrudan da dəli olur. Çünki bu komandanın ən prime vaxtları Messi ilə bağlıdır. Messi bu komandanı tək idarə edirdi, tək ayaqda saxlayırdı bəlkə də. Və onun gedişindən sonra çox pis günlər yaşadıq biz. Çox pis günlər, çöküşümüzü gördük, ən dibi gördük biz. Və biz bu ən dibi görüb bu komandanı tərk etmədik. Burada bəziləri yazır ki, indi komandamız 3-4 oyun udub, 2 titul qazanıb, komandamızın yanında siz göbələk kimi çıxmısınız. Mən içsəydim, elə o Messinin vaxtında itərdim. Komanda ilə sağollaşardım. Deyərdim, ayda bu komanda luzerdir, mən bu komandaya azarkeş olmayacam. Elə burada azarkeşlik burada bilinir, dostlar. Azarkeşlik yaxşı gündə bilinmir. Hər birimizin bir gözəl bir sözü var. Deyir, dost çətin gündə tanınır, pis gündə tanınır. Yəni biz Barselona'nın o dibin görmüşük ki, o vəziyyətin görmüşük ki, ya indi gördüyümüz gün bizə bəli sevinc yaşadır. Bu amma kədər də verir. Çünki biz ən pisi görmüşük. Və bu pis gündə biz o komandanı tərk etməmişik. Bəlkə tərk edənlər var. Onlar azarkeş olmayıb, o komandanı sevməyiblər. Amma bu komanda indi dirçəlişdədir və bu komandaya yaxşı idarə edici üsullarla 1-2 transferlər olunsa, yaxşı müqavilələr imzalansa və maddi krizisdən çıxsa, gələcək 10 ildə, 15 ildə bu komanda inanılmaz işlər görə bilər. İnanılmaz işlər görə bilər. Və burada rəhbərliyin görəcəyi işlər çox önəmlidir. Amma bunu hər ehtimala qarşı yenə də deməyə borcluyam və deyəcəm də. Bu komanda Barselonamız sabahsı gün, 1 ildən sonra, 2 ildən sonra yenə çöksə, yenə problemlər yaşasa, bilirəm ki, yaşanılacaq. Çünki İspaniyada La Liga olsun, Tebas'ın özü olsun, Barselona'ya qarşı öz təxribatlarını yenə görəcəklər. Yenə yaşansa, yenə də yanında olacaq. Komanda 2-ci divizyona düşsə belə, yenə də yanında olacaq. Komanda məhv olsa belə, yenə də yanında olacaq. Amma belə bir şey olmayacaq, narahat olmayın. Barselona heç vaxt məhv ola bilməz. Çünki Barselona futbolun bir ikonudur. Barselona bir futbolun bir adıdır. Barselona olmasa, futbolun demək olar 30-40% itər. Bunu çox gözəl bilirsiniz. Sadəcə olaraq bunu həzm etmək istəmirsiniz. Siz özünüz də çox gözəl bilirsiniz ki, Barselona necə böyük bir klubdur, necə böyük bir komandadır. Və bu komanda sırf titullara görə fəxr eləmir. Bəziləri deyir, bizim nə qədər titulumuz var, sizin bizə çatmağınıza siz nə var? Bu nə məntiqdir, bu nə düşüncədir? Siz futbola ancaq titulla ölçürsünüz bəyəm. Hindistan çempionatında komanda var ki, hamıdan çox titulu var. Şotlandiyada Celtic'in hamıdan çox titulu var. Nə bilim, Glasgow Rangers'dir. Ən çox titul olan deyəsən komandalardan biridir. Dəqiq sayını bilmirəm indi. Bəli, titul önəmlidir. Bu önəmli bir məqamdır. Futbolda lazım olan bir şeydir. Yəni komandalar bir mövsümün əvvəlindən sonuna dək sırf olaraq titula görə mübarizə aparırlar. Mövsümün sonunda titul qazansınlar. Amma qazanmırsa, bu o demək deyil ki, o komandanı daşlamaq lazımdır, o komandanı məhv etmək lazımdır ki, sən futbol tarixindən silinməlisən. Mən həmişə demişəm, hər bir klubun çətin dönəmi ola bilər. Yəni, indi Real Madrid bu il müvəqqəti sıxıntılar yaşadı, artıq Real azarkeşləri panikadaya düşüblər. Belə, hə, bəziləri deyir, bir mövsümdür. Real Madrid 3 mövsüm belə oynasa arda-arda, bizim kimi, belə sıxıntıya düşsə. Amma əminəm ki, düşən deyil, çünki onların maddi cəhətdən problemləri yoxdur.
Maaş limitləri yoxdur, elə bir söhbətləri yoxdur. Bizdə olduğu kimi. İnan Allaha o Real Madrid azarkeşlərinin bəlkə 30-40% azalar. Yəni mövcud Real azarkeşlərindən 30-40% komandasını dəyişər. Komandam titul qazanmır ona görə. Yaxşılar da var. İndi yaxşılarından söhbət getmir. Barsada da elələri var, Realda da var. Məsələn, Real azarkeşləri var ki, komandası məhv olsa belə yanından getməz. Bu normal azarkeşdir. Elə azarkeşin qarşısında baş əyirəm. Amma yəni çoxları var ki, belə danışanlar, o titul söhbəti eləyənlər. Ya bu şişti çıxıb, doğrudan da şişti çıxıb. Qardaş, 15 Çempionlar Liqamız var, 15 Çempionlar Liqamız var. Sizə gülürlər, başınıza dönün. Yəni siz futbolu bu ilə ölçməyin. Siz futbolu komandanın adət-ənənələri ilə ölçün. Futbola verdiyi töhfələrlə ölçün. Sizə sadə bir sual verirəm. Gəlin 15 Çempionlar Liqası deyirsiniz də. Gəlin bütün klubların tarixindən o Çempionlar Liqasını silək. Elə bil ki, Çempionlar Liqası deyilən bir turnir yoxdur. Kuboklar yoxdur. Barsada 5-dir silindi, Realda 15-dir silindi, Bavariyada 6-dır silindi. Liverpool, Milan hamısında. Sizə sual verirlər ki, komandavızın ən böyük futbolda uğuru nədir və futbola verdiyi ən böyük töhfə nədir? Real azarkeşləri sizə səslənirəm. Cavab verin zəhmət olmasa. Cavab verin rəylərdə, şərhlərdə gözləyirəm. Yazın görək. Çempionlar Liqasını qoyuruq kənara. Mən də qoyuram Çempionlar Liqasını kənara. Öz adımızdan danışıram, Barselona adından danışıram. Barselonanın futbola verdiyi ən böyük töhfə birinci növbədə onun məktəbidir. Onun adət-ənənələridir. La Masia. Bəziləri üçün La Masia. Okey, olsun La Masia. Mən rus dilliyəm, ona görə La Masia deyirəm. Bəziləri elə bilir ki, mən onu bilmirəm necə deyilir. Bir nömrəli mənim argumentim La Masiadır. Bir nömrəli argumentim. Bu o məktəbdir ki, futbol tarixinin ən güclü futbolçusunu yetişdirib. Bir nəfərin adını çəkirəm. Lionel Andres Messi. Məncə burada söhbət bağlanır. Bəli, sizin də komandanızda dünyanın ən güclü oyunçuları oynayıb. Amma siz oyunçuları yetişdirməmisiniz. Amma biz oyunçuları yetişdirmişik. Bax, budur futbolun dəyərləri. Hər bir klub bu ilə qürur duya bilməz. Okey, Liverpoolda da məsələn akademiya o qədər böyük deyil. Manchester United akademiya böyük deyil. Amma hərəsin özünə görə futbola verdiyi bir töhfə var. Futbol üçün verdiyi bir önəm var, payı var. Hər şey Çempionlar Liqası deyil. Bunu anlayın zəhmət olmasa. Komandanın mənəvi dəyərləri var, adət-ənənələri var. Real Madrid də böyük. Real Madrid maddi cəhətdən güclü olmasaydı, bəlkə də bu uğurları əldə etməzdi. Amma Barcelona həmişə minimal investisiya ilə, həmişə maddi sıxıntılarla bu uğurları əldə edib. Yəni, hər şeyi yenə də təkrar edirəm, Çempionlar Liqasına yozmayaq. Dostlar, belə, məncə çox danışdım, məncə lazım olan hər şeyləri dedim. Çünki çempionluq ab-havasındayam, bəzi şeylər ola bilər ki, yaddan çıxıb, durumda sevincliyəm. Bəzi planlarımız var, o haqda düşünürəm. Bir daha hər birinizi təbrik edirəm çempionluq münasibətilə. Bu mövsüm əla mövsüm oldu. 3 titul qazandıq. Mövcud olan 4 titulların 3-ünü qazandıq. Yeni mövsümü gözləyirik. Səbirsizliklə gözləyirik. Komandadan möhtəşəm transferlər gözləyirik və yay çox maraqlı keçəcək. Transferlər haqqında məlumatlar paylaşacağam. Kimi almaq istəyirik, kimlər gəldi, nəyə görə gəldi, bu gəlsə niyə yaxşı olar, bu getsə niyə yaxşı olar. Hamısını paylaşacağam, hamısını sizlə bölüşəcəm. Bir daha sizdən xahiş edirəm ki, kanalıma abunə olun, videonu bəyənin, bizi digər sosial şəbəkələrdən izləməyi də unutmayın və bu qədər. Hər birinizə təşəkkür edirəm. Viska Barsa, Viska Kataloniya.